Qlobalizm dövlətlərin sərhədlərini aşan əlaqələrini gücləndirir. Bu proses beynəlxalq əməkdaşlığı artırır. Amma paralel olaraq, milli maraqların qorunması ilə ziddiyyət təşkil edir. Milli maraqları qorumaq, qlobal bazar və beynəlxalq əlaqələrdən kənarda qalma riski yaradır. Böyük Britaniya milli qərarları naminə Avropa Birliyindən çıxdı. Milli qərar vermə bərpa olundu, amma qlobal iqtisadi üstünlüklərin bir hissəsi idi. Pandemiya zamanı vaksinlər paylanırdı. Qlobal əməkdaşlıq sayəsində vaksinlər sürətlə hazırlandı. Amma bəzi dövlətlər milli maraqlarını qorumaq üçün vaksin ixracını məhdudlaşdırdı. Qlobal paylanmada ədalətsizlik yarandı. Qlobalizm və milli maraqlar paradoksu göstərir ki, dövlətlər həm qlobal imkanlardan faydalanmaq, həm də milli suverenliyi qorumaq istəyir. Tam balans tapmaq çətindir. Milli maraqlar və qloballaşma bəzən ziddiyyət təşkil edə bilir.